Gün ərzində nələr edirəm, qısa bir hissəsini sizinlə paylaşmaq istədim. Uşaqlar məktəbdən gələnə qədər əvvəlcə yemək hazırlayıram. Bugünkü menyum toyuğun sinə ətindən lülə kabab hazırlamaqdır. Dəqiq ərzaqları videonun açıqlama qismində qeyd edəcəm. Amma onu qeyd edim ki, həqiqətən çox dadlı alınır. Mütləq siz də yoxlayın, əminəm çox bəyənəcəksiniz. Yeməyi sobaya verdikdən sonra keçirəm digər sevimli məşğuliyyətlərimdən birinə. Şamları əridib müxtəlif formalar verməyi sevirəm. Bunun üçün bir neçə qəlib də almışam. Amma bu dəfə mağazada gördüyüm kiçik bir qətdanı şam qabına çevirmək istəyirəm. Evdə qalmış yarımçıq işlənmiş şamların hər birini əridirəm. İçərisindən çıxan ipləri saxlayıram, çünki onları digər şamda istifadə edəcəm. Əritdiyim şamı qaba tökdükdən sonra digər şamdan çıxartdığım ipi şamın ortasına yerləşdirib soymasını gözləyirəm. Əslində digər qəliblərim üçün də şam hazırladım, amma şamı tökərkən ətrafa dağıtdığım üçün onu təmizləməyə çox vaxtım getdi, o hissəni isə çəkməyə vaxtım olmadı. Bu arada artıq yeməyim də hazır oldu. Düzü deyəsən biraz nazik eləmişəm, amma dadı çox qəşəng idi. Bunu əlbəttə ki, lavaşın arasında bol soğanla yemək çox dadlı olardı, amma uşaqlar hər bir məşğələyə gedəcəkləri üçün heç kim soğan yemək istəmədi. Ona görə yanında kartoşka qızardıb qreçka ilə servis etdim. Yeməkdən sonra biraz vaxtım qalmışdı və o müddətdə də şamlarım üçün məcməyi hazırlamağa qərar verdim. Bunun üçün isə aldığım çantaların birinin içərisindən çıxan kağızdan və yapışdırıcıdan istifadə edirəm. Yapışdırıcını isə ya tikinti materiallarına gedib PVA kley adı ilə alırsınız, ya da məktəb ləvasimatlarından videoda gördüyünüz bu kleyi alırsınız. Öz-özünə qurumasına səbrim çatmadığı üçün biraz fenlə quruduram. Bu arada artıq qəlibdəki şamlarım da hazırdır. Onları da qəlibdən çıxardıb kənarlarını səliqəyə saldım. Burada isə artıq axşam yeməyindən sonraki təmizliyi görürsünüz. Sobanı buxarla təmizlədikdən sonra artıq mənim vaxtım başlayır. Artıq məcməyim tam quruyub, şamlarım da hazırdır. Onları yerləşdirirəm, çayımı süzürəm və son zamanlar izlədiyim bir filmi açıb otururam. Burada isə əynimi dəyişirəm, amma sonra videoya baxanda hiss edirəm ki, sanki heç dəyişməmişəmmiş kimi görünür. Çünki paltarlarım demək olar ki, hamısı eyni rəngdədir. Şamlarımı yandırıb artıq günü yekunlaşdırıram, amma üz baxımında qətiyyən unutmuram. Çünki üzlərim olduqca qurudur. Bir gün baxım etməsəm, səhərsi gün qabıqlanır. Bu axşam isə kollagen serum və kollagen maskadan istifadə etdim. Maska və serum hər ikisi dərindən nəmləndirir və parlaqlıq verir. Günümüz necə keçirsə keçsin, özünüzə vaxt ayırmağı unutmayaq. Siz də sevdiyiniz filmləri yazın, rəylərdə oxuyacağım.